Özləri yaxşı bilirlər ki, təhsilin keyfiyyəti aşağı düşüb. Ona görə sualları da sınırlaşdırırlar. Keçid balını aşağı salırlar. Bu təhsilin inkişafı deyil. Keçid balı aşağı düşdükcə təhsil ölür deməkdir. Bəli. Təhsil ölür deyə bal düşür. Və yaxud suallar asanlaşırsa təhsil ölür deməkdir. Sən primitiv sualları verirsən, güclə keçirlər. Onda 11 il təhsil nəyə lazımdır? 11 il ərzində bunun öyrəndiyini elə o suallara 1 ildə də cavab vermiyorlar. 1 ildə də öyrənib cavab vermiyorlar. O primitiv şeyləri verirsən. Ali təhsil deyirsən əslində, bu akademik təhsildir. Sən bunu elə eləməlisən ki, elə primitiv biliklərə malik olan adam gəl bura girməsin. O olmaz elə bir şey. Onda nəyə ali təhsil olur? Ali deyirsən ağzında. Yəni biz elə eləmişik ki, kollec də yox, peşə məktəbi səviyyəsində olacaq adam gəlir universitetə gedir. Nədir? 4000-5000 illik pul ödəyəcək özəl universitetə. Özəl universitetlər yəqin təzyiq eləyir, balları aşağı saldırır. O dövriyyə olsun, pul qazansınlar. 10 min, 20 min şagirdi götürür, onun nəyinə lazımdır sən oxuyacaqsan, qeyb iş tapa biləcəksən, yoxsa yox. Yola verir, diplomunu verir, göndərirsən də qeyb iş tapa bilmirsən. Çünki kapitalizmdə belədir ki, qızğın rəqabət gedir. Bütün şirkətlərə peşəkar mütəxəssis lazımdır. Peşəkar menecerlər lazımdır, peşəkar texnoloqlar lazımdır, işi bacaran, inkişaf elətdirən adam lazımdır, bilikli adam lazımdır. Sənin diplomun onun nəyinə lazımdır ki? Yəni, bu təfəkkürü həm biz dövlət olaraq yiyələnməliyik, həm cəmiyyət olaraq yiyələnməliyik ki, məqsəd bir kağız diplom alıb, haradasa başını girləmək dövrü deyil. Kapitalizm amansız rəqabət dövrüdür. Yəni, bazar iqtisadiyyatıdır, rəqabətdir. Bir şirkətdən 10 dənəsi var. Məsələn, götürün, marketlərin arasında rəqabət gedir. Təsəvvür edin ki, bu marketlərin marketoloqları nə tər əcdaha olmalıdır da? Çünki qarşısında 20 dənə rəqib var. Hərəsi gündə bir honqa çıxardır irəli getmək üçün. Sən ondan daha ağıllı olmalısan, ondan daha savadlı, bazalı olmalısan ki, indi bir dənə adam diplom alıb gəlsin ki, mən marketoloqam, falan yeri bitirmişəm. Amma bazarlıq yoxdursa, o marketlər şəbəkəsi onu neynir ki? O uduzacaq digərlərinə rəqabətdə. Hələ mən elementar ticarətdən misal çəkdim, başqa sahələrdə ümumiyyətlə dəhşətli rəqabət. Otellərdə falan da 1000 dənə yerlərdə rəqabət var. Deməli, savadlı, bacarıqlı kadr yetişdirməyə üstünlük verməliyik, nəinki çoxlu diplom almış insanlar. Yəni, hamının əlində diplom olsun. Bugün əmək bazarında işsizlərin sayına baxsınız, inanın ki, mən səmin edirəm ki, məsələn, 100 nəfər işsiz varsa, minimum 70-i diplomludur. Diplomsuzlar daha yaxşı iş tapır. Çünki o diplomsuz bir sənət öyrənir, peşə öyrənir, bədəyaqda gedir fəhləlik eləyir. Bəli. Əkin əkir, bir şey eləyir, o işsiz qalmır. Psixoloji cəhətdən də hazır deyil. İşsizlərin hamısı diplomludur. İnsan psixoloji cəhətdən də hazır olur. Psixoloji cəhətdən deyir, qardaş, diplom yoxdur, haradasa işləyəcəm də mən. Bir şey tapır, gedir öyrənir, nəsə eləyir, bir şey tapır. Bina tikir, daş örür. Amma bu diplom, bunun başqa bazarlığı sahə yoxdur. Bu gedib bir diplomu alıb, tutaq ki, bir sahə üzrə, onu da oxumayıb da düzəməlli. Hara gedir, deyirlər ki, sən bacarmırsan, sən nə işə götürək ki? Bu əlində diplom ortalıqda gəzir, sənət də bacarmır. Elə eləmək lazımdır ki, diplom almaqla kifayətlənməsin. İlki dövrdə hər kəs, hətta inanın ki, peşə məktəbi də ehtiyac yoxdur, əgər insan ağıllı olsa. İnternetdə pulsuz kurslar var çoxlu. 2-3 ay ərzində o sənəti öyrənmək olar onu. Sadəcə insanların marağı yoxdur. Heç kim peşə öyrənmək istəmir. Hamı deyir, bir diplom alın, bir tər özüm harasa soxuşdurum, orada 5-600 manat alım işləyim. O elə olmur.